Bu ayda sədəqə vermək çox gözəldir. İmkanınız olan qədər çalışın başqalarına faydalı olasınız. Xahiş edirəm sizdən, qısa ömürdür, pul üstə yığmayaq. Xərcləməklə azalmır, vallahi azalmır. Heç kəs pulu düz xərcləməklə kasıb olmuyor. Kim ki qorxur verərəm azallar, vallahi inanmıyor. Bunun xəzinənin sahibi odursa, deyirsə buna ver, necə ola bilər ki azalsın? Yenə deyirəm, azalacaqsa başqa səbəbdən azalacaq. Ola bilər azalsın, amma xərcləmək səbəbindən olmayacaq. Mütləq başqa səbəbdən olacaq. Xərcləyin, gücünüz çatan qədər az olsun, imkanınız nisbətində xərcləyin. Hətta deyir xurmanın yarısı ilə belə, yəni o varlılar o saat deməsin, elə xurma bəsdir. Varlının, amma kimin imkanı yoxdursa bir xurma ilə də. Biz xurma hissəsini eşidirik o saat. O saat hamı gedir, xurma alır, gəlir, dayanır məscidin qapısında. Deyir, bu qədər söz danışsan, infaqdan, sədəqədən eşitmir. Xurmanı tez eşidir, gəlir onu verir ki, hədisdə xurmanı deyib, o adamsın ki, başqa heç nəyə imkanı yoxdur. Nə qədər xurma yedizdirəcəksən cəmaata. Ona görə də sədəqə bu ayda çox fəzilətlidir, çox üstündür. Əlindən gələn qədər başqalarına sədəqə verəsən. Hətta bunu da deyiblər ki, var dövlətiniz yoxdursa gülüşlə, təbəssümlə insanları şad edin. O da olmayanlara aid var dövlət.